Sabahınız xeyir olsun. 23 aprel 2026-cı il tarixidir. Yaz fəslinin 35-ci günü, Zülqədə ayının 6-cı günüdür. Zülqədə ayının ilk həftəsinin 4-cü cümə axşamı günüdür. Bu günümüz mübarək olsun. Can sağlıqlı, gözəl bir, ruzili, bərəkətli, rahat olan bir gün keçirməyi hər birimizə arzu edirəm. 23 aprel günündə kimlər işləri ilə, iş yerlərində, ofislərində məşğuldurlar, kimlər iş arxasınca gediblər, kimlər evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı, bol ruzi arzu edirəm. 23 aprel deməli, kimlər ki təhsilləri ilə məşğuldurlar, orta məktəb şagirdləridir, sonra orta ixtisas, ali məktəb tələbələridir, eləcə də digər təhsili ilə məşğul olan şəxslər də hər birinə can sağlığı, iş avadlığı, zehni açıqlığı arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çatmalarını arzu edirəm və arzu edirəm ki, həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi hər biri yetişmiş olsun. Bununla yanaşı isə 23 aprel günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 23 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, Azərbaycan ordusu əskərlərinin hər birini salamlayıram. Hər birinə can sağlıqlı, gözəl bir gün keçirmələrini arzu edirəm. 23 aprel günündə kimlərin ad günü, şad günüdür, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Can sağlığı və canlarını qorumağı, bir də xoşbəxtliyi arzu edirəm. 23 aprel günündə də tarixi günlər vardır. 23 aprel günündə 1635-ci ildə Amerika Birləşmiş Ştatlarında ilk ictimai məktəbin Bostonda açıldığı gündür. 23 aprel 1660-cı ildə İsveç və Polşa arasında Oliva müqaviləsi imzalandığı gündür. 23 aprel günündə 1661-ci ildə İngiltərə, Şotlandiya və İrlandiya kralı 2. Charlesa Westminsterdə abadlıqda tac qoyma mərasimi keçirildiyi gündür. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin Ankarada qurulduğu gündür. 23 aprel 1927-ci ildə Uşaqlar Gününün milli bayram günü kimi qeyd edən ilk ölkə Türkiyə olduğu gündür və bugün Türkiyədə, yəni 23 aprel günündə milli bayram olan Uşaqlar Günü qeyd olunur və bütün dünyada olan uşaqlar bu münasibətlə təbrik edirəm. Türkiyə uşaqlarını da təbrik edirəm və bütün uşaqlara can sağlığı arzulayıram. Canlarını həm də özləri də biraz böyüdükdən sonra eləcə də elə uşaq ikən qorumalarını arzu edirəm və hər zaman arzularına çatmağı arzulayıram. Bununla yanaşı 23 aprel 1935-ci ildə Polşa Konstitusiyası qəbul edildiyi gündür. 23 aprel 1984-cü ildə isə səbəb olan virusun müəyyənləşdirildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.